Hər vaxtınız xeyir yoldaşlar. Bu gün yenə biz yola çıxmışıq. İstiqamətimiz Şabrana tərəfdir. Planımızda Əmbil gölünə getmək var. Bəxtsiz bədəvi Rüstəm də buradadır. Rüstəm necəsən? Yaxşıdır, hər şey qaydasın. Bir nəfər də gəlməlidir. Rəsul Məhluşağıdır, köhnə dostumdur. O da gəlsin, inşallah yola çıxacağıq. Biabırçılıq olar. Deməli, biz belə bir yerə gəlmişik. Bu da gəldi, çıxdı nəhayət dostum. Gəlmişik o mənzərəni göstərim. Biz deməli bu Çiçi yoluna gedir, bir yol Çiçiyə gedir, bir yolda bu tərəfə Əmbil gölünə gedir. Biz deməli gəlmişik, burada istirahət edirik, yüngülvari dayanmışıq. Ağzımıza su vurduq. Burada qəşəng əslində piknik eləmək üçün yerlər var burada. Bu hissədə. Burada gəlib dincəlmək də olar. Çayın qırağında oturub sərinləmək, yeyib içmək də olar. Burada gəlib dayandı. Buradan o tərəfi yol normal deyil. Əslində bura qədər də yol normal deyildi. Amma daha gedə bilmirik deyə maşın saxlamışıq burada. Buradan piyada davam eləyəcəyik. Şeyin səsi gəlir. Biz hələ də yolumuzu davam eləyirik. Yoldakı buradan gəlir. Hələ də çıxırıq. Görək axırı hara gedir. Uşaqlar necədir vəziyyət? Əlaçır. Bunu hara ata bilərəm? Onu yerə atma, neynisən elə. Dezibil klopumuz var, buna at. Sağanı şey gelir. Deməli bizim mənzərəmiz budur. Hələ də yol gəlirik. Yol davam edirik. Yorğunçuluq var ücə. İsti də var. Amma yaxşı ki biraz meh var. Hava nisbətən sərindir. Bəybəyim dağındakı kimi deyil. O videonu da izləməmişsinizsə izləyin. Bəyənin, paylaşın, abunə olun. Dəstək olmaq pulsuzdur. Rüstəm. Deməli biz Əmbil gölünə gedə bilmədik. Çünki böyük ehtimal sel gəlib. Buralar hamısı sel çöküntüləri ilə doludur. Biz gəldik, belə bir yer tapmışıq. Belə bir insan düzəldib, amma yox. Yoxsa insan düzəldib var. Düzəlmə deyil, axmadır. Buradan belə bir şey. Əmələ gəlir. Şəlalə fason bir şeydir. Heç şəlalə də deyil. Yəni su axır gəlir dağdan. Burada biraz dincələcəyik, oturacağıq. Yemək zad yeyəcəyik. Buyuram, üçün şəlaləsi. Pilləli şəlalə. Nəysə belə bir. 2-3 profi yuxarısı indi biraz şeydir, deyən ona demirəm. 3 pilləli, üçün şəlaləsi. Əmbil gölünü tapmasaq da Məşəd Çiyələyi tapmışıq. Belə bir şey. Görək. Onu da saldım əlimdən yerə. Şimdi bunu yiyəcəyik. Yemək işi sənlidir. Все, ama. Yaxşı qaynaq. Töş üstünə. Töş, qof. Az oldu. Yeməyimiz də bişdi. Gedək bunu ötürək. Onu götür çayı qoyaq. Çayımıza dəmlənsin.
Da bizim qoz çayımız. Ayağı salıyordu orada. Sen dediğin yedik ki yasın oturuyorsan. Oha, düşmüyor olmurdu orada. Orada düşmüyorsa ben soyunup giderim oraya. Yandan geçiyorum. Yoldaşlar biz Əmbiləcədən yolu nəhayət tapdıq. Bir yoldaş var idi, o bizə göstərdi. Onu çəkməmişəm. Biz indi aşağı hissədə Səməd bulağı var, oradan qalxdıq bu hissədə. Burada Səməd bulağı var, oradan qalxdıq. İndi bu istiqamətlə burada cığır var. Bu cığırla hərəkət eləyəcəyik. Biz oradakı cığırlarla gəldik. Burada cığır iki yerə bölünür. Amma biz buradakı cığırla hərəkət eləyəcəyik. Çünki burada ağaca lent bağlayıblar. Burada ağacda lent var. Bu lenti təqib eləyəcəyik. Buranı keçəndən sonra, çayı keçəndən sonra, bilmirəm səsim eşidilir yoxsa yox. Çayı keçəndən sonra da cığır var. Oradakı cığır var. O cığırla hərəkət eləyəcəyik. Hop. Hə. Burada az yaşlı uşaqlarla gəlmək məsləhət deyil. Hə, biz yolumuza davam edirik. Çayı keçəndən sonra o ağaçlarda lent var. Bunlarla bağlı diqqətli olun. Lentdən kənara çıxmayın ki, itə bilərsiniz orada. Biz davam edirik. Ağcaqanadlardakı burada terror törədir. Deməli biz gəlmişik. Hara gəlmişik özümüz də bilmirik. Əmbil gölünə qalxmağa çalışırıq. Bu qırmızı, buradakı qırmızı lentləri təqib edirik. Hələ də gəlib çatmamışıq. Nə qədər oldu? Bir yarım saat olar üstəm gəyirik. Olar. Ağcaqanadlar bizi məhv elədi daha, məhv elədi. İndi ağcaqanad görsəm göstərəcəm. Deyə ha. Öldürürlər məni burada. Daha doğrusu bizi. Bura gələndə mütləq antiseptik ağcaqanada qarşı dərman, sonra günəş kremi kimi şeylər götürün mütləq. Yoxsa biabırçılıq olacaq. Nəhayət gəlib gölə çatdıq. Uzun zəhmətdən sonra. Amma dəyər. Düzdür, dəhşət bir şey gözləməyin buradan, amma əladır mənzərəsi. Araçlara bunu götürək. Ben telefon sanıyorum. Saat 4'e var veya 4'e kalkıyor. Çok